Bismillahirrahmanirrahim. İnsan fitrətən azad yaradılmışdır. Azadlıq insanın seçim etmək, düşünmək və iradəsini ortaya qoymaq haqqıdır. Lakin bu azadlıq mütləq və sərhədsiz deyil. Çünki insan tək yaşamır. O cəmiyyətin bir üzvüdür və onun davranışı başqalarının haqqına, təhlükəsizliyinə və mənəvi rahatlığına təsir göstərir. İctimai əxlaqın əsas prinsiplərindən biri budur ki, fərdin azadlığı başqasının haqqına zərər vurduğu yerdə bitir. Quran-ı Kərim bu tarazlığı belə ifadə edir. Allah sizə zülm etməyi qadağan edir. Azadlıq adı altında edilən hər bir davranış əgər zülmə, fəsada və ya əxlaqsızlığa yol açırsa, bu artıq azadlıq deyil, məsuliyyətsizlikdir. İslami baxımdan azadlıq məsuliyyətlə yanaşıdır. İnsan öz sözünə, davranışına və təsirinə cavabdehdir. İmam Əli əleyhissalam buyurur, insan dediyi sözün və etdiyi işin əsəridir. Bu kəlam göstərir ki, insanın azad seçimi onun gələcək taleyini və cəmiyyətlə münasibətini formalaşdırır. İctimai əxlaqın qorunduğu bir mühitdə azadlıq insanların bir-birinə hörmətini artırır. Lakin əxlaq zəiflədikdə azadlıq anlayışı təhrif olunur və nəticədə ədəbsizlik özünü ifadə adlandırılır. Başqasını incitmək fikir azadlığı kimi təqdim edilir. İctimai dəyərlərin tapdalanması müasirlik sayılır. Halbuki həqiqi azadlıq insanın nəfsinin əsiri olmamasıdır. Hz. Peyğəmbər sallallahu buyurur, ən güclü insan başqasını qalib gələn deyil, qəzəbinə qalib gələndir. Bu hədis göstərir ki, azadlıq ilk növbədə daxili nəzarət və əxlaqi məsuliyyətdir. Sağlam cəmiyyət o cəmiyyətdir ki, orada insanlar öz azadlıqlarını başqasının haqqı ilə tarazlayır, ictimai dəyərlərə hörmət edir, davranışlarının mənəvi nəticəsini düşünürlər. Nəticə olaraq demək olar ki, fərdi azadlıq ictimai əxlaqla tənzimlənmədikdə fəsada, ictimai əxlaq azadlıqdan ayrıldıqda isə zorakılığa çevrilir. İslam hər iki ifratdan uzaq, ədalətli və hikmətli yolu təklif edir. Azad, lakin məsuliyyətli insan modeli.